Oktayloğlu'nun 3-cü pərdəsindən davam eləyirik. Nadia Firəngizə deyir ki, sən məktubu nə üçün kitabın arasına qoyursan ki, Aslan bəy də tapsın. Deməli, Oktayın göndərdiyi məktubları Firəngiz ilk dəfə idi ki, kitabın arasına qoyurdu, amma hər zaman qoynunda saxlamışdı. Bircə çaşıb dünən kitabın arasına qoymuşdu. Nadia deyir, hər halda Aslan bəy bugün Oktayı çağırtdırıb yanına və deyir, əgər çağırtırsam, dedikləri sözlərin hamısını bir Oktayın üzrə deməli, öz də qapının arxasına qulaq asacaq. Deməli, Aslan bəy Firəngizə hansısa sözlər deyib ki, bunu Oktaya desin və özü də Firəngiz ona deyəndə, yəni Oktaya deyəndə qapının arxasından qulaq asacaq. Firəngiz deyir ki, Nadia, sən o dəqiqəni görmüş olsaydın, özün də razı olmazdın. Bu söhbət hansı dəqiqədən gedir? Oktayla görüşdüyü dəqiqələrdən gedir, ona söz verdiyi dəqiqədən gedir ki, deyir, sən o dəqiqəni görmüş olsaydın, özün də razı olmazdın. Çünki deyir ki, dediyim sözlər, hətta onunla əbədi göz yaşlarında belə razı olduğuma söz verdim, indi onların hamısını danmaq. Yəni, bunların hamısını danmaq, yox, mən bunları, məsələn, qəbul eləmirəm, səni sevmirəm demək, ona təbii ki, güc gələcəkdir. Nadia deyir ki, həyatın coşub düşüncəni, iradəni etirazlara təslim etdiyi vaxtlar olur. Yəni, elə vaxt olur ki, həyat bəzən insanın düşüncəsini etirazlarına qurban verir. Yəni, o zaman sənin ağlın işləmirdi, deyək də, etirazına qurban getmişdin. Ağlın tam olaraq, düşüncən tam olaraq durğun olduğu vaxtlarda o zaman sən sözü demisən, bu sözü demisən, amma indi anlayırsan dediyini və geri çəkilirsən. Firəngiz də deyir ki, Nadia, mən onu görməzdən Allahımdan ölüm istərdim. Yəni, Oktay gəlməmiş Allahdan ölüm istəyir. O nəzicə baxışları altında alçaq bir yalancı kimi qızarmaq, səni oynadırdığım, zarafatça dedim, bilməm nələr söyləmək. Axı, mən də bir insanam, deyir. Axı, onun da ürəyi vardı. Deməli, deyir ki, mən də bir insanam və onu başa düşürəm. Çünki onu, belə deyək də, hisslərlə oynamaq əlbəttə ki, doğru deyil. Yəni, bunları demək, yalancı kimi çıxmaq, qızarmaq, bunu görməkdənsə Allahdan ölüm istəyir əslində Firəngiz. Nadia deyirsən ki, sanki deyirsən hər sözün qanun imiş. Yəni, elə danışırsan ki, sanki sənin hər sözün mütləq yerinə yetəcəkmiş də, onun kimi. 5 ayda deyir, onu görmürsən, 2 kəlmə söylərsən, heç bir zaman deyir, o səni görməyəcək bir də. Yəni, 5 ayda onsuz da onu görmürsən, indi sən ona 2 kəlmə söz deyəcəksən və bir də heç vaxt onu görməyəcəksən. Nadia ümumiyyətlə Firəngizi başa düşmür və qısa müddətdə deyir, zəhər də olsa, deyir, vallah, zəhər tapsaydım içər, bu qədər tərəddüd etməzdim Firəngiz deyir. Nadia deyir ki, yaxşı ki, hələ atam bilmir, yoxsa bizi bu evdən köçürər, öldürər məni də, atamı da, hamısını da öldürər deyir. Nadia əslində özü üçün narahat idi. Deyirsə, sual düşə bilər ki, Nadia Firəngizin həyatı üçün narahat idi. Oktayla bu vəziyyətinə görə narahat idi, bu yanlış olar. Nadia sırf özü üçün narahat idi və xatırlayırsınız zaman Aslan bəyə deyəcək ki, demişdi ki, bəs sən o Rusu mənim evimə soxdun. Söhbət burada Nadia və onun ailəsindən gedir. Nadia Rus idi, ailəsi də həmçinin. Onlar Firəngizin təlim tərbiyəsindən məşğul olacaq insanlar idilər, olmuş insanlar idilər. Hacı Zaman da təbii ki, bunu qəbul edə bilmirdi. Nadia kimdir, onu daha dəqiq dedim sizə. Firəngiz deyir ki, bu deyir ki, yaxşı ki, hələ atam bilmir. Firəngiz deyir, axı bunların hamısı nə üçündür? Sanki yoxsullarla yaşamaq olmaz. Yəni, bunları niyə eləyirlər deyir. Elə bir ki, yoxsullarla yaşamaq olmaz. Söhbət Oktaydan gedir. Oktay yoxsul idi həqiqətən. Deyir, altınsız, üzüksüz. Olsa deyir, yaxşıdır. Əslində Firəngiz tam olaraq altınsız yaşamağı istəmir. Sadəcə deyir ki, onlar olsa da olar. Olsa yaxşıdır da, olsa heç bir problem yoxdur. Altın, üzük. Amma deyir, olmayanda da qiyamət qopmaz. Yəni, onsuz da yaşamaq olar da. Nə də deyir, onu sən atandan, qardaşından sor. Yəni, sənin atan, qardaşın belə deyirmi? Onu bilmirik. Vallahi, ürək sevən dünyalardan yaxşıdır. Yəni, Oktay nəzərdə tutur ki, o Daniyar bəydən deyir, sanki əskikdir. Of deyir, mən ondan daha xoşbəxt ola bilərdim. Deyir, sanki o Daniyar bəydən əskikdirmi? Ürək sevən dünyalardan yaxşıdır deyir. Fəqət Nadia da deyir ki, çarə nədir? Sən yenə bu paltarı dəyişmişsən. Axı, qardaşın dedi, burada söhbət müsəlman paltarından gedir. Firəngiz ümumiyyətlə Rus paltarı geyinirdi və hətta bunu teatra gedəndə yadınızdadırsa heç kəs tanımırdı. Elə bilirdilər ki, Rus qadınlarıdır.
Amma əslində müsəlman idi təbii ki, Firəngiz. Sadəcə olaraq qardaşının tələbi ilə rus paltarı geyinirdi. Qardaşı müsəlman paltarı geyinməyi ədəbsizlik hesab eləyirdi. Yəni utanırdı bundan. Bacısının müsəlman paltarı geyinməyindən utanırdı. Özünü sanki bir intelligent kimi təqdim eləmək istəyirdi, bir aristokrat kimi təqdim eləmək istəyirdi deyə paltarına da diqqət eləyirdi. Həm onun, həm də anasının. Amma Oktay onu müsəlman, yəni Azərbaycan qadını geyimində görmək istəyirdi. Azərbaycan qadını necə geyinirsə, o geyimdə görmək istəyirdi Firəngizi. Ona görə deyir ki, yəni o deyir məni belə görmək istəyirdi. Tikdirdim, bir daha görüşmədik. Bar bugün bu son görüşümüzdə Allah nə üçün məni qız yaratdı? Bax, qız yaratdığı üçün hüquqsuzluğunu dərk eləyir əslində Firəngiz. Sözünün kəsərinin olmadığını dərk eləyir. Eyniləşdirə bilərik. Leyli və Məcnunu da Leyli ilə eyniləşdirmək olar. Çünki o da hüquqsuzluğunu dərk eləmişdi. Qız olduğu üçün yaradılışına üsyan eləyir. Qız yaradıldığı üçün yaradılışına üsyan eləyir. Gülgəz girir. Gülgəz Firəngizin anası idi və deyir atan gəlir. Bilmirəm bu boynunu Allah sındırmış, yenə nə eşidib bir çanaq qanı götürüb başına gəzdirir. Yəni qan gəzir də. Gəl evlərin birində gizlən. Deməli Firəngiz anası Gülgəz tərəfindən qorunmaq istəyir, onu qorumaq istəyir. Və Nadia Ginder şeylərini tökdü həyətin ortasına. Deməli, Hacı Zaman, yəni Firəngizin atası Gülgəzin əri Nadia'nın əşyalarını, onların əşyalarını həyətin ortasına tökür və gəlir Hacı Zaman. Deyir, Allah and olsun, kəfəni sallan boynuma, cahad eləyərəm, yəni üsyan eləyərəm, cahad eləyərəm, bütün dünyanı qıraram. Firəngiz də deyir, getməyəcəm, qoy gəlsin bir yolluq öldürsün, qutarım. Bunu Hacı Zaman səsi gəlir, amma bunu Gülgəzə deyir əslində Firəngiz. Nadia da deyir ki, mən qorxuram. Gülgəz deyir, sən Allah bizi qana salma, səni axtarır. Firəngizi aparırlar və Hacı Zaman daxil olur. Hacı Zaman deyir ki, hanı o? Bəs sən qız olasan, hanı o küçüyün balası? Söhbət Firəngizdən gedir yenə. Gülgəz deyir, kişi evdə qonaq var, nişan getiriblər. İndi nə olmuş ki, Allah eləməmişkən? Deməli, Danyar bəy gəlmişdi, nişan gətirmişdilər. Bu da onu bəhanə eləyir. Hacı Zaman deyir ki, tfu sizin zatınıza, namussuz balası namussuzlar. 60 yaşım var. Biz Hacı Zamanın özünün nitqindən onun yaşını öyrənmiş oluruq. Deyir ki, 60 yaşım var, adıma güldən ağır bir söz deyilməyib, aləmə mən gülmüşəm. Yəni, hamını mən lığa qoymuşam. İndi siz deyir, mənə biabır eləyirsiniz. Mənim qızım teatrlara, oyun basxanalara getsin. Deməli, teatr oyunbazxana hesab edir. Eynən o dövrdəki qara güruçular, qatı dindarlar, fanatiklər kimi. Deyir, xalq mənə tənə vursun, itin balası it, dağıdaram beynini. Qanlı Rüstəm kimi hamınızı qıraram. Burada Fəxrəddindəki Rüstəmə bənzədir özünü. Gülgəz deyir ki, qorxaraq. Ay kişi, vallah mən yazığam, heç bir şeydən xəbərim yoxdur. Hər nə olsa yenə qardaşı bilər. Hacı Zaman deyir, elə namussuz qardaşı deyilmi mənim başıma bu işləri gətirən? Aslan haqqında deyir, yəni öz oğlu haqqında namussuz ifadəsini işlədir. Deyir, həmin o mənim bu işləri başıma gətirib də. Gəldi dayısı, oxusun. Bir ətək pul qoydum. Deməli, Aslan bəyin oxumasının səbəbkarı dayısı idi. Firəngizin isə oxumağının səbəbkarı Aslan idi. Deməli, bu dayısı gəlir bunu oxutmaq istəyir. Bir ətək pul tökür Hacı Zaman ona görə və özü gəlir. Qız da deyir oxusun. Yəni, Aslan da gəlir ki, qız da oxusun. Sən də şeytan kimi girdin mənim qəlbimi. Deməli, Gülgəz də Firəngizin oxumağını istəyir. Amma Firəngizin oxumağını təhsil almaq naminə yox, savadlanmaq naminə yox, başqaları da oxuyub, qonşudan dala qalma prinsipi ilə oxutmaq istəyir və deyir, filan kəsin qızı oxudu, filan oldu, fit götürdü ki, tarikə səlahiyyəti də soxdu mənim evimə ki, bunlar da ona tərbiyə versinlər. Söhbət Nadia Gildən gedir. Az qalıb mənim boynuma deyir, bir bürünc, xaç da salasız. Gülgəz deyir, kişi, oxumağın sənə özün deyirsən ki, Divandərədə hörməti var, sözü keçir. Deməli, Hacı Zaman əslində Firəngizin oxumağının əleyhinə deyildi. Sadəcə olaraq deyirdi ki, qız uşağı, bax, deyir, qız uşağı, qız xeylağı oxusun da abır-həya ilə oxusun. Yəni, abır-həya ilə oxumağını daha üstün hesab eləyir qızın və başa çıxıb gəzməyi isə namussuzluq hesab eləyir.
Görünür deyir, mən əvvəlki adam deyiləm, mənim kişiliyim qalmayıb. Bunların hamısının səbəbi sənsə, mürtədin qızı mürtəd və Gülgəzə hücum eləyir. Deməli, bizim bu Hacı Zaman həm Aslan bəy günahkar çıxardır bu məsələdə, həm də arvadı Gülgəzi. Hər ikisini günahkar hesab edir. Tez-tez sual düşsə, nəzərinizdə olsun. Hər ikisi Hacı Zamana görə günahkar idi. Həm Aslan bəy, həm də Aslanın anası Gülgəz. Bu zaman Aslan bəy gəlir və deyir ki, yenə nə olub? Evdə qonaq var, bu nə vurha vurdu, nə var? Hacı Zaman deyir ki, zəhrimar var, dərd var, zəqqum var, kafir oğlu kafir, üzünə qarşı kafir oğlu deyir. Mənim qızımı Rus evinə soxdunuz, bəs deyil. Söhbət orada təbii ki, məktəbdən gedir, tədrisdən gedir. İndi deyir, qızımın sorağı bir para adamlar kimi qəmədiyyələrdən, komedixana kimi də, yəni bu teatrı qəmədiyyə hesab eləyir. Az qalıb ki, mənim boynuma da bir xaç salıb başıma bir ləçək bağlayasınız. Salaram kəfəni boynuma, cahad eləyərəm. Yenə eyni şey deyir ki, qıraram bütün dünyanı. Aslan deyir, indi nə var ki, teatr fəna bir şey deyil, bir məktəb kimidir. Xalq oradan ibrət alır, hətta məsciddən də müqəddəs bir yerdir. Sizdə sual düşə bilər və Oqtay haqqında deyilə bilər bu ki, bəs Oqtay məktəb hesab eləyir və yaxud məsciddən daha müqəddəs yer hesab eləyir. Bu səhv olar. Bu məktəb hesab eləməyini Aslan Oqtayın özünə də deyəcək. Deməli, məsciddən də müqəddəs bir yer hesab eləyən Aslan bəydir. Amma bu təbii ki, zahirəndir. Çünki Oqtaya münasibətində biz onu görəcəyik ki, əslində belə düşünmür. Hacı Zaman isə tu sən zatına deyir, daha sən sözüm yoxdur. Aslan deyir, bəli, bəli. Oradakı sözlər axundların sözündən daha yaxşıdır. Xalq görər, adam öldürməz. Hacı Zaman deyir, deməz, oradakı oyunbazlar ki, hətta deyirlər arvad tumanı, yəni arvad paltarı geyinirlər. O namussuzlar 70 il Allah kəlam oxumuş axundlardan yaxşıdır, hə? Qız xeylağı gedib o namussuz kişilərin rəngli üzlərinə qrimli olur, axı ona görə rəngli üzlər deyir. Aslan da deyir ki, arvad da kişi kimi bir insandır, yəni qadınla kişini bir tutur və biz analarımızı çarşaf içində cəhalətdə saxlamışıq. Bax, burada haqlıdır. Başqa millətlər bir də axı, yəni başqa millətlər başqa cür saxlayıb da, bizdən fərqli olaraq. Bir də axı mən də bacımı gizlətsəm, baxın, burada da yenə Aslan bəyin öz nitqindən onun əslində nə üçün belə elədiyini görmüş oluruq. Əslində Hacı Zamana heç bir fərqi yoxdur Aslanın. Sadəcə başqaları nə deyər deyə bunu eləyirdi, düşünürdü. Bir də axı mən də bacımı gizlətsəm, Sabaqlava, qubernator və başqaları mənə də bir vəhşi deyərlər, gülərlər. Mən bir də qapıdan girə bilmərəm. Mən bir qapıdan girə bilmərəm deyir. Yəni heç ara əlim çatmaz da. Hacı Zaman deyir, vay küy mənim başıma. Ey yer göy yaradan pərverdigar, ya məni öldür bu günləri görməyim, ya da yəni razılaşmırdı Aslanın dediklərindən bir sözlə. Baba deyir, canım gözüm, nə istəyirsən, sən daha mənim oğlum deyilsən, verin mənim qızımın əlini mənim əlimə, mən köçüb gedəcəm Kərbalaya, Firəngizi nəzərdə tutur. Və gedərkən deyir, daha mən təngə gəldim, dinim, məzhəbim getdi, namusum getdi, gəl yığışdır mənim müxəllifatımı, yəni əşyalarımı, şeyşülərimi. Gülgəz deyir, abalam, sən nə deyirsən, məscid, axund, bunu bir dillə, yəni bir şirin dilinə sal denəndə, bunu. Yəni niyə axunddan, məsciddən danışırsan? Aslana deyir. Bir tərəfə baxanda doğru deyir. Söhbət Hacı Zaman dediyindən gedir ki, Gülgəz onu təsdiqləyir ki, doğru deyir. Aslan da deyir, bütün şəhər məni ağıllı bilir, deyir, çilen seçib. Bircə siz fərqli görürsünüz də. O da qızın gedib heç bir yerdə hörməti olmayan itin birisindən məktub yazır. Deməli, Aslan bəy artıq xəbərdar idi, çünki görmüşdü kitabın arasından məktubu. Gülgəz deyir, sən onu aparmasaydın, yəni teatra aparmasaydın, Aslan deyir, yaxşı, yenə evdə otur, qlava falan buradadır. Bu dikarka paltarı ilə deyir, bayıra çıxma ayıbdır. Baxın, dikarka paltarı. Yenə, yəni Gülgəzin də baxın geyiminə, Firəngizdəki kimi müdaxilə edir ki, müsəlman geyimində gəzməsin. Gülgəz də başını tərpədib gedir. Aslan bəy müsəlman geyimini, yəni Azərbaycan qadının geyimini vəhşi geyim, vəhşi çöl geyimi, qadın geyimi hesab eləyirdi. Dikarka vəhşi çöl geyimi mənasında işlənir. Deməli, daha sonra Nadia demək gəlir və Aslan bəy deyir, Firəngiz ağlayır, yalvarır ki, mümkünsə məni onu görüşdürməsin. Deməli, Firəngiz Nadiyanı göndərmişdi ki, Aslan bəylə danışsın, onu göndərməsin. Oqtayın yanına təbii ki.
Amma Aslan deyir ki, axı onun bəhanəsini kəsmək üçün əlimdə bir fakt olmalıdır. Siz ona anladın ki, mən общественный adamam. Sabah bir ziyafət düzəltdim. Bir ziyalı kimi bacım olmalı, ər də olmalıdır. Hansı yaxşıdır? Desən bacımın əri, Radovoy Dvoryanın uprava əzası, Международный kommersant Daniyar bəy Qalaçıxanov, yəni vəzifəli Daniyar bəy Qalaçıxanov ya da nə deyim? Какой-то бədbəxt, ничтожный, жалкий, razvratный aktyor ki, heç bir xeyri şərə buraxmırlar. İlk dəftərində də adı yoxdur. Gördüyünüz kimi Aslan bəylə. Aslan bəy daha doğrusu Daniyarla Oktayı müqayisə edir. Daniyarı tərifləyir, Oktayı isə alçaldır, təhqir edir. Nadia deyir ki, hamısını demişəm, ancaq sözlərini danmaqdan utanır. Yəni Firəngiz sözlərini danmaqdan, dediyi sözləri danmaqdan utanır. Aslan deyir, mən onu sürgün elətdirərəm, onu da tapşıraram atasına. Baxın, yəni Oktayı sürgün elətdirərəm, Firəngizi də atasına tapşıraram. Təhdid eləyir. Təhdidini Nadia'ya deyir birinci növbədə. Nadia deyir, o, yox deyir. Deyir, söylərəm, ancaq ona heç bir şey etməsin, özümü öldürərəm. Deməli, Firəngiz deyir, yox, söyləyəcək, amma Oktaya heç nə eləməsin, yoxsa özümü öldürərəm. Deməli, əslində Firəngiz də Aslana demişdi ki, özümü öldürəcəm. Xəbərdarlıq eləmişdi bir sözlə. Aslan deyir, mən onun üçün pul hazırlamışam, razı salaram. Hər halda özüm qapının arxasından qulaq asacağam. Söhbət Oktaydan gedir, onun üçün pul hazırlayıb. Bir də bugün deyir, o gələcək, Daniyar bəydən nişan göndərib. Stepan Vasilyeviç filan da gəlib. Sizdə nişan gəlirkən qız özü məclisə gəlirmi? Gəlirsə söyləyin, o paltarları dəyişib rusçaları geyinsin. Deməli, Nadia'dan soruşur ki, sizdə, yəni sizin adətlərinizdə nişan gələndə qız özü məclisə gəlirmi? Əgər gəlirsə söylə, o paltarları dəyişib, yəni müsəlman paltarını, Azərbaycan paltarını, qadının paltarını dəyişib rusçaları geyinsin. Ayıbdır deyir, siz özünüz ondan gəlib qaydanı öyrədərsiniz, bu qaydanı. Və Nadia gedir, telefon zəng çalır. Daniyar bəy zəng vurmuşdu. Aha, Stepan Vasilyeviç dedi, buradadılar. Sonra Oktay girir. Burada deməli telefonla danışdığım müddətdə Daniyar bəy deyir, aha, Stepan Vasilyeviç dedi, buradadılar. Deyir, Daniyar bəy, общественный işlərdə, yəni bu ictimai işlərdə sənin üçün böyük dəstəkdir. Yəni Daniyar Aslanı dəstəkləyir bir sözlə. Hə, dedi ki, Daniyar bəy sənin üstündə müharibə açmışdı. Müharibə yəni mübarizə aparır da. Aslan bəy mütləqa seçilməlidir. Aha. Keçmiş, hə, çox razıyam deyir. Axşam sizə ziyafət, yaxşı avtomobil göndərərsən, yaxşı sağ ol deyib telefonu qapadır. Deməli Aslan bəy yenə Oktay girmişdi artıq içəri. Deyir, sizə soyuqdur, zahirən çox güya da indi onu fikirləşir. Deyir, çalışırsınız deyilmi? Deyirlər, çox gözəl işləyirsiniz. Teatr yaxşı şeydir. Yenə zahirən teatrı dəstəkləyir. Deyir, vəzifəmiz və bacarığımız budur. Oktay deyir bunu. Aslan deyir, niçin daha da tərəqqi edər? Oktay deyir, tərəqqi etməmək, yaşamamaq deməkdir. İndilik səhnəmiz gəncdir. Aktyor yox, əsər yox. Yəni Oktay əsər çatışmazlığından, aktyor çatışmazlığından şikayət edir. Hər kəsin deyir, köməyi olsa bir şey yaratmaq olar. Aslan deyir, təbii, kömək etmək hər kəsin borcudur. Çünki teatr bir məktəbdir. Gördüyünüz kimi, bayaq həm atasına, həm də Oktaya teatrın məktəb olduğunu söylüyor. Amma Oktay deyir ki, teatra bir məktəb bəlkə də demək olur. Fəqət bir sənət məbədi kimi o daha yüksəkdir. Deməli, teatrı sənət məbədi hesab edir. Nəysə. Aslan deyir, iş burasındadır ki, mənim əlimə bir məktub keçmiş ki, altında siz imza atmış və bacıma göndərmişsiniz. Deməli, duruxa deyir ki, bəs siz məktub göndərmişsiniz, artıq bu məsələyə keçdi və altında da siz imzalamışsınız, imza atmışsınız, bacıma göndərmişsiniz. Oktay da danmır, deyir, bəli, yazmışam. Deyir, o məktubdan görünür ki, güya o da sizə məktublar yazmış. Güya, yəni inanmadığını zahirən göstərir buna və deyir, onları lütfən mənə verərmisiniz? Oktay deyir, yox. Deyir, niçin? Deyir, çünki nə sizədir, nə də sizdən. Yəni o məktubu mən sizə yazmamışam ki, sizə verim.
nə də sizdən yazılmayıb ki, yenə sizə verim. Aslan deyir, siz mənim qardaşlıq haqqımı unutmayın. Qardaşlıq haqqını irəli sürür. O isə deyir ki, hər halda o haqqınız mənə qarşı deyil. Yəni qardaşlıq haqqın bacına qarşı ola bilər də. Mənə nə haqq iddia edirsən qardaşlıq haqqı? Aslan deyir, mən bilirəm ki, ən sonunda siz məndən razı qalacaqsınız. Fəqət Oqtay deyir, məktub yiyəsi Hürriyyət-i Nisvançı bir adamın bacısıdır. Yəni Hürriyyət-i Nisvançı nə deməkdir? Qadın hüquqlarını, qadın azadlığının müdafiəçisi olan bir adamı, yəni sənin bacındır. Aslan bəy oydu, elə bir insan idi. Güya qadın hüquqlarının müdafiəçisi, atasına da demişdi ki, qadınla kişi birdir. Bu bir, lüzum görülərsə özü söyləyə bilər, bu iki. Yəni deyir, məktub yiyəsi qadın azadlığının müdafiəçisinin bacısıdır. Bu bir. İkincisi isə lazım gələrsə özü söyləyər də bunu mənə. Aslan da deyir ki, mən bilirəm ki, ən sonunda siz məndən razı qalacaqsınız. Yenə deyir bunu. Oqtay deyir, məktub yiyəsi eyni şey təkrarlanır. Burada Hürriyyət-i Nisvan təcrübəsiz bir qızın, Hürriyyət-i Nisvan, yəni azad qadın, təcrübəsiz bir qızdır. Ola bilsin ki, deyir o Hürriyyət-i Nisvandır, yəni azad qadındır, amma təcrübəsiz bir qızdır. Hər halda mən avamlar kimi tapança ilə danışmıram. Tapança ilə danışmıram, yəni vəhşi deyiləm də. Fəqət bir ziyalı kimi sizi məhkəməyə cəlb edər, Sibirə göndərə bilərəm. Təhdid edir onu Sibirə göndərməklə. Və bunu ziyalı kimi edəcəyini bildirir. Orkutay isə məni qorxuda bilməzsiniz. Başqa sözünüz varsa söyləyin deyir. Aslan isə qorxmayırsınız, amma gizlədirsiniz deyir. Bu nə deməkdir? Əgər qorxmursanız, niyə gizlədirsən məktubları? Oqtay isə deyir ki, bu demək ki, könüllər sevilərkən dəllalar susmalıdır, onlara lüzum yoxdur. Dəllal yəni ticarətçi. Yəni könül sevən zaman sən susmalısan mənasında ona bir söz deyir. Aslan da deyir ki, mən təkrar edirəm ki, siz mənə hər şeyi söyləməlisiniz. Oqtay deyir, lüzum görülərsə özü söyləyə bilər. Yenə Frəngiz haqqında deyir ki, özü deyə bilər. Aslan deyir, o sizə heç bir şey deməmiş. Siz bir nahal kimi ona rahatlıq vermirsiniz. Yəni siz ona imkan vermirsiniz ki, yaşasın. Siz onu narahat eləyirsiniz. Oqtay da deyir ki, Aslan bəy, mən sizlə çox görüşməmiş, danışmamışam. Çünki siz böyük adamlar, biz isə zəhmətinə qarşı hər kəsdən təhqir görən zavallı, əxlaqsız aktyorlar. Yəni bizi hər kəs belə hesab edir də, əxlaqsız, təhqir edir. Amma siz böyük adamlarsınız. Fəqət eşitdiklərimdən bilirdim ki, siz çinovnikdən başqa bir şey deyilsiniz. Yəni siz sadəcə çinovniksiniz, başqa heç nə. Aslan isə deyir ki, hər halda bir çinovnik, yəni onu özünü tərifləmək istəyərkən Oqtay onun sözünü kəsirdir ki, şübhəsiz bu sözlərlə iftixar edə bilərsiniz. Fəqət məncə onun mənası bilirsinizmi nədir? Bir heç. Yəni çinovnikin mənasını bir heç hesab eləyir. Çinovnik olmağı da həmçinin. Aslan deyir ki, mən sabah qubernatora müraciət eləyər, sizi həbs etdirər, sürgün etdirərəm. Siz məni yaxşı tanıyırsınız. Mən uprav əzası, yəni məhkəmə üzvü. Amma Oqtay yenə deyir ki, mən sabah da söylərəm ki, sizin mənim üçün bir məna və əhəmiyyətiniz varsa, o da ancaq bir heç, nə az, nə çox. Yəni yenə deyəcəm ki, yenə deyirəm ki, sən mənim üçün heç bir şeysən, sizin mənim üçün əhəmiyyətiniz yoxdur. Sadəcə heçdir. Aslan bəy yenə onu təhdid eləmişdi ki, bəs qubernatora səni şikayət eləyərəm, səni sürgün elətdirərəm, müraciət eləyərəm. Və Aslan deyir ki, çox gözəl, görərik, gedə bilərsiniz. Bir də mənim bacımın adını çəksəz, bütün Avropaya, yəni bütün Avropaya sizi biabır eləyərəm mənasında. Oqtay isə deyir ki, mən Avropalı deyiləm, olmaq da istəmirəm. İnsan könlü kimsənin qayyumluğunu qəbul etməz. Yəni, başqasının kölgəsi altında, başqasının kölgəsində yaşamağı heç kəs deyir qəbul eləməz. Aslan deyir, o sizi tanımaq istəmirkən aldadaraq, yəni, mənim bacım sizi tanımaq istəmirdi, amma siz onu aldatmışsınız. Oqtay isə deyir ki, yalan deyirsiniz. Mən bunu özündən eşitmək istəyirəm. Yəni, Fərəngizin özündən eşitmək istəyirəm. Aslan deyir, mən avam, fanatik bir kəndli deyiləm. Bir ziyalı kimi çağıra bilərəm. Dönə-dönə ziyalı olduğunu vurğulayır və tüfənglə danışan, silahla danışan, tapança ilə danışan avam olmadığını, fanatik bir kəndli olmadığını irəli sürür. Fəqət deyir, sizi qızartmaq istəmirəm. Oqtay da deyir ki, kimin daha çox qızaracağı şübhəlidir.
Yəni pərt eləmək istəmirdi güya Aslan bəy. Oqtay isə deyir kimin daha çox qızaracağı şübhəlidir. Aslan bəy deyir çox yaxşı və gedir. Firəngiz gəlir. Sakitlik olur. Oqtay deyir Firəngiz, söylə yavrum. İndi artıq mən bütün gələcəyim, varlığım, yoxluğum sənə, sənin hər bir sözünə bağlıdır. Baxın, gələcəyini, varlığını, yoxluğunu Firəngizin bir sözünə bağlı olduğunu deyir. İndi sən mənim taleyimin hakimisən. Yəni mənim taleyimin necə olacağına sən qərar verəcəksən. Sən mənim taleyimin hakimisən deyir. Son söz sənindir yavrum. Söylə. Firəngiz deyir, Oqtay, mən sizə göndərdiyim məktubların lütfən qaytarılmasını rica edərdim. Oqtay deyir, zaten bu cansız kağız parçalarının heç bir əhəmiyyəti yox. Onlarla azad bir könül zorlanmaz. Fəqət nə üçün? Yəni, kağız parçasının heç bir əhəmiyyəti yoxdur, deyir. Onlarla azad bir könlü məcbur eləmək olmaz. Firəngiz də deyir ki, siz mənim sizə qarşı səmimiyyətimi başqa cür düşünürsünüz. 3 ildir bunu sevir, 3 ildir buna məktub yazır. İndi deyir ki, bəs siz mənim səmimiyyətimi başqa cür başa düşürsünüz. Oqtay bundan diksinir və əsəbləşir. Deyir, başqa cürmü? O başqa cür, yəni nə cür? Firəngiz deyir, mən adətən bir aktyor kimi, bir sənətkar kimi sevirdim sizi. Fəqət bu kimsəyə heç bir şey üçün haqq verməz, deyir. Oqtay yenə əsəbləşir. Yəni Firəngiz deyir ki, mən sizi bir aktyor olaraq sevirdim, bir sənətkar olaraq sevirdim. Deyir, haqq verməz. Bəli, bəli. Sonra bir aktyor kimi sevirsiniz. Sonra Firəngiz deyir, siz özünüz deyirdiniz ki, və bilirsiniz ki, Rus aktyorlarına hər gün yüzlərlə qızlar kağız yazırlar. Bu o demək deyil ki, hamısı onu başqa cür sevir. Oqtay deyir, Firəngiz, axı bir məni anlat ki, sən nəsən, nə? Allah eşqinə anlat ki, bu qanlı komediyaların, bu gülünç faciələrin, bu müthiş müəmmaların əsl mənası nədir? Nə? Zavallı ürəkləri telbə-tel didib parçalayan bu məhzun baxışlar, tam 3 il. Sanki ilahi bir eşqin gözəlliklərini oxşayan xəyali mahnılar, sarsılmaz qüvvətlər, sarsılmaz qüvvətlər sarsıdan, yorğun qolları qüvvətləndirən bu dadlı ümidlər, bir qızın yanaqlarını öpən, qucan bu məsum qızartılar, yəni üzündə yaranan bu qırmızı qızartılar deyək, sonra həzin baxışların, bunların hamısı, bu qızartıları öpən zəif göz yaşları, bu izdirablar, üzüntülər, hamısı qanlı bir əyləncə, qara bir yalan, bir oyuncaq, bir cəhənnəm, hamısı bir aktrisanın səhnədə göstərdiyi süni hərəkətlərdənmi ibarət idi? Yəni bunların hamısı mənə qarşı elədiyim bu baxışlar, bu utanmalar, sözlər, hamısı süni idimi? Aktrisaların elədiyi kimi. Əslində Oqtay bilirdi ki, Firəngiz yalan deyir. Yəni qardaşının məcburiyyəti ilə belə bir şey deyir. Amma onun iradəsizliyinə, zəifliyinə inana bilmir. Firəngiz deyir, siz həmişə deyirdiniz ki, orada heç bir şey həqiqət deyil. Sözlər, hərəkətlər, eşqlər, hətta insanlar belə süni olduğunu, hətta özünüz belə göründüyünüz kimi olmadığınızı demirdinizmi? Niçin bircə mənim sözlərim süni olmasın, həqiqət düşünülsün? Oqtay deyir, süni. Orada hər şey süni, fəqət mənim ürəyim o süni deyildi. Mənim ürəyim deyir, süni deyildi. O yüksək bir ideal, böyük, pak bir eşqlə çarpırdı, deyir. Fəqət sən canlı bir insanı taxta bir oyuncaq kimi oynatmaq, sevinci yazıq bir ürəyi saxsı bir kukla kimi atıb tutmaq, çamurlara çırpıb tikə-tikə parçalamaq, mənim taleyim, həyatım, gələcəyimlə yırtıcı pələnglər kimi, onun quzulara etdiyi kimi əylənmək, gülmək, yox, sən o zaman süni deyildin, deyir. Ey uca pərverdigarım, yox, ey kobud və anlaşılmaz sənətkar. Bu gözlər ki, bir barmaq sümüyün arxasından cəhənnəm kimi coşan mənəvi bir həyatı görmürsə, neçin yaratdın? Neçin mən o zaman Karlın bıçağı ilə bu köksü parçalayıb da həqiqəti kəstirmədim, həqiqət, and içirəm onun yoxluğuna ki, bugündən onu axtaracaq, varsa tapacaqım.
Deməli, həqiqətin yoxluğunu and içir ki, mən həqiqəti tapacağam və belə deyək, Firəngizin onun ürəyi ilə oynamağını, bir taxta oyuncaq kimi oynamağını, kukla kimi atıb tutmağını, çamurlara çırpıb tiket-tiket parçalamağını, bunların hamısını təbii ki, qəbul eləyə bilmir. Sanki Firəngizin hərəkətlərini onunla əylənmək, gülmək kimi qələmə verir, başa düşür və deyir, sən o zaman süni deyildin. Axı bu dediklərində süni deyildin. Əgər deyir, bir barmaq sümüyün arxasından olan bu gözlər deyir, mənəvi aləmi, həyatı görmürsə, onda niyə yaratmısan bu gözləri? Deməli, kaş o vaxtdan deyir, mən o Karlın bıçağı ilə, yəni oynadığı o Karl obrazının bıçağı ilə həqiqətən də bu insanı, yəni Firəngizi öldürərdim. Ürəyi parçalayardım, ürəyini, köksünü parçalayardım və həqiqəti kəstirmədim deyir. Kaş o vaxt eləyərdim bunu. Və Aslan bəy çıxır, deyir ki, yenə utquna, məsələ aydındır deyir. Şübhəsiz siz yanılmısınız, fəqət onu utanmayın. Gənclikdir, hər halda xidmətiniz üçün sizi sevirik. Eşitdim maddi cəhətcə, alın, ona bir konvert verir, pul hazırlamışam demişdi yadınızdadırsa və həmişə də mənim yardımıma əmin ola bilərsiniz, mən bir ziyalıyam deyir. Hər dəfə ziyalı olduğunu vurur onun üzünə və Oqtay pulları atır, deyir, bəli, budur, səbəb budur. 30 illik dərsində həndəsidən başqa bir şey öyrənməyən, dilsiz ağızsız qoyunlar kimi həyata yuvarlanmış, cansız, duyğusuz bir yığın əski parçalarına tapındıran, deyir. Səbəb budur da, pula tapındırandır sizi, pula tapmaqdır sizi bu hala gətirən, yüksək bir işqi alçaq bir oyuncağa çevirən, 3 ildə 2 söz deməkdən utanan məsum bir yavrunu qramofonlar kimi söylədən budur. Söhbət Firəngizdən gedir. Onu məsum bir yavru hesab eləyir və deyir ki, həmin onun eşqini, yüksək bir eşqi deyir, alçaq bir oyuncağa çevirən 3 ildə 2 söz deyə bilməkdən utanırdı Firəngiz. 3 ildə onu sevirdi, amma deyir, onu qramofonlar kimi danışdıran, bax, indi danışdıranda Firəngiz gəlir ona deyir, sizi mən aktyor kimi sevirdim, sənətkar kimi sevirdim. Halbuki Firəngiz ona qədər heç 2 kəlmə sözü Oqtaya deyə bilmirdi, utanırdı. Deməli, bunu qramofonlar kimi danışmağa məcbur eləyən həmin bu pul məsələsidir. Deyir, düşünən beyinlər, çırpınan ürəklər bunlara satılır deyir. Fəqət nə üçün? Bəli, mənim pulum yox, altınım yox. Fəqət bunlara qarşı mənəvi bir varlığım, döyünən ürəyim, yorulmaz qollarım, sarsılmaz qüvvətim var idi. Mən bir aslan kimi çarpışarkən bir yırtıcı çıxdı da, onların hamısını çeynədi, qırdı, tökdü, tapdadı. İndi mən bu sarsılmış qüvvət, bu sönük ruh, ölgün ürəklə nə edə biləcəm, hə? Yəni, Firəngizə olan sevgisi onun bütün varlığına hakim kəsilib. Və Firəngizin də belə davranışı, belə hərəkət etməsi onun varlığını məhv eləyir Oqtayın. Bəlkə də Firəngiz olmasaydı, Oqtay həqiqətən də o sənəti yarada bilərdi. Yəni, bu teatrı daha da inkişaf etdirə biləcəkdi. Səhnə yarada bilərdi, amma təəssüflər olsun ki, Firəngizin onu yarıda buraxması, yarıda qoyması ona çox pis təsir eləyir, çox böyük sarsıdır onu. Və deyir ki, fəqət yeriyəcəm, həm də qarşısında bir yol qalmış ki, o da intiqam. İntiqam almaq fikrinə düşür və Aslan deyir, sən kimdən intiqam alacaqsan? Deyir, hər halda intiqam sizdən, cansız, duyğusuz, varatnikli odun parçalarından olmayacaq. Siz bu intiqam hədəfindən çox aşağısınız. Sizdən mühit özü intiqam alacaq. Sizdən onsuz da həyat, mühit özü intiqam alacaq. Sizdən intiqam almayacağım deyir. Varatnikli odun parçası hesab edir onları. Yəni, adi bir vəzifə qulu olanları. Çünki siz bir heçsiz. Məqsədiniz mənsəb, diləyiniz pul, işləriniz də özgələrdən meymunlar kimi kobudcasına alınmış bir modadır deyir. Yəni, söhbət burada avropalaşmaqdan filan gedir ki, yəni, siz başqalarından meymun kimi kobudcasına aldığınız modadır da. Yəni, oxurluyursunuz ondan bundan nələrsə, güya siz həmən insanlarsınız. Bu da sünidir təbii ki, özünüz deyilsiniz. Fəqət mühit irəliləyir, çəkməz çox zaman ki, taleyi ilə oynadığınız bu zavallı xalq özü əməlpərvər gənclər, səmimi,
idealçılar, böyük qəhrəmanlar, mübarizlər yetirəcək. Mühit sizə irəliləyəcək və gərəksiz əski parçaları kimi işıqlıqda qaranlıqlar, aydınlıqda kölgələr deyə diri ikən tarixin arxivlərinə atacaqdır. Aslan isə deyir ki, bəs yəni bir sözlə Oqtay gənclərin, idealçıların, qəhrəmanların yaradılacağına, yaranacağına, formalaşacağına ümid bəsləyir və həmin insanların da, ideal insanların da bu kimi varatnikli insanlara, vəzifə düşkünlərini kənara atacağını bildirir. Aslan deyir, siz aydın demirsiniz, siz kimdən intiqam alacaqsınız? Baxın, başa düşmədiyini görmüş olursunuz Aslanın Oqtaya. Oqtay nə deyir, bu nə deyir? Deyir, kimdən? Özümdən intiqam alacağım. Öz eşqimdən, öz taleyimdən, öz idealımdan, öz tanrımdan, həyatdan, mühitdən, gələcəkdən, həqiqətin yoxluğundan intiqam alacağım. Mən o olacağım ki, bundan sonra ola biləcəyim və olacağım bir səfil. Həm də sadə bir səfil yox, səfillər padşahı. Baxın, özü səfillər padşahı elan eləyir. Budur mənim intiqamım və əndəki pulları bütün qüvvəti ilə Aslan bəyin üzünə çırpır. Bir baxışla gözlərini yerə dikir, Firəngizi süzüb və dönüb gedir. Firəngiz də onların yanındaydı. Nadia ilə Aslan arxasınca çıxır. Firəngiz qapıya yaxınlaşıb dayanır və məhzun baxırkən içəridən oxuyurlar. Deməli, burada obyektiv-subyektiv münasibət var. Şeirdən istifadə olunub. Mən aşıq neynim sənə, düşübdü meylim sənə. Mən dönsəm, üzüm dönsün, sən dönsən neynim sənə. Balam ağrını alım və Firəngiz ağlayır, divanın üzərinə atılır, boğularcasına ağlayır. 3-cü pərdə yekunlaşır.